İşğaldan azad edilən ərazilərə qayıdış prosesi planlı şəkildə davam etdirilir. Bugün Ağdamın Sarıcalı və Xocalının Ballıca kəndlərinə növbəti köç karvanları yola salınıb. Sakinlərin geri dönüş sevincini elə özlərindən eşidək. Böyük qayıdış proqramının icrası uğurla aparılır. Bugün daha bir qrup sakin əzəli torpaqlarına geri dönüb. Növbəti ünvan isə Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndləri olub. Yenidən qurulan Sarıcalıya bu mərhələdə 39 ailə, daha dəqiq desə 169 nəfər. Ballıcaya isə 15 ailə, yəni 68 sakin köçürülüb. Xocalı sakini Məhbubə Məmişova deyir ki, qalan ömrünü yenə torpaqlarında qrup yaratmağa həsr edəcək. O, həmçinin doğma ocaqlarında nəvə nəticələrinin xeyri işlərini görmək istəyir. Demək, 25 yaşında oradan çıxdığımda, 92-də övladla çıxmışdım. İndi nəvə ilə gedirəm orada, quraq yaradaq. Bir həftədir mən yuxu yatmıram, oranın həsrəti ilə yaşayıram, gedim görüm, biraz rahat olum. Yoldaşımla, ballarım rayondadır, gələcək Allah qoysa. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə təşəkkürlərini ifadə edir. Bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyirlər. Qayıdış həyəcanını yaşayan keçmiş məcburi köçkünlər kəndlərində artıq gözəl günlər yaşayacağına əmindilər. Xocalı sakini Zəfər Məmmədov biznes sahəsində, Ağdam sakini Əliyar Məmmədov isə kənd təsərrüfatı və digər sahələrdə işləməyə hazır olduqlarını dilə gətirirlər. Sevincimiz böyükdür. Bu Ağdamdan çıxanda biz uşaq idik. Yəni 15 yaşım var idi. Şükür bugünkünə 33 ildən sonra gənə öz yerimizə qayıdırıq. 8 uşaq olmuşuq. Atamız, anamız. Ata rəhmətə gedib, Allah öləndən rəhmətə. Anamız yaxşıdır, bugün şükür Allah, salamatdır. Hər bir işdən məşğul olmağa hazırıq. Fərqi yoxdur, təsərrüfat olsun, ticarət olsun. O vaxt kəndimizi tərk edəndə 20 yaşımız vardı. Bugün artıq 33 il ondan ötüb, keçib. Allah'ın bugündən çox şükürlər olsun. Mən özüm ali təhsilliyəm, övladlarım da kiçik ali təhsillidir. Mən özüm biznes sahəsindəyəm. İnşallah orada geniş işlər açılır, böyüyür. Yəqin ki, öz ixtisasımızda işləyəcək. Bugünkü köç prosesdə daxil olmaqla ümumilikdə Ağdam rayonunun Sarıcalı kəndinə 149 ailə, yəni 609 nəfər köçürülüb. Xocalı rayonunun Ballıca kəndinə isə cəmi 172 ailə, 811 sakin köçürülüb. Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı həyata keçirilən bərpa və quruculuq layihələrində çalışan ümumilikdə 40 mindən çox insan yaşayır.